Değerli dostlar, biz bu günləri daha bir haqqı tapdanan anasız uşaqların yanındayıq. Məsələ nədir? Mən ümumiyyətlə həmişə danışanda mənə deyirlər qərəzlisən. Mən vallah qərəzli deyiləm. Problem odur ki, Bərdə rayonunun 32-lər kənd sakini. Bax bu gördüyünüz qız Məmmədova Günay Asiman qızı. Hər iki valideyni bu bacı qardaş itirib, anaları dünyasını dəyişib, ataları da budur, zəhmət olursa tam kadrını götürüb, atasının da vəziyyəti budur, hər şey özü deyir, uşağın vəziyyəti elə anasız olduğu görsənir. Bax bu qız Bərdə Uşaq Xəstəxanasının orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, yaddaş və intellektin ləngiməsi, baş beyin travması və xəstəliyin nəticəsində yaradan ciddi davranış pozuntusu tranziktotirlər, tiklər diaqnoz qoyub ailəyə, bu uşağa, üzr istəyirəm. Və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiziya Komissiyası isə o çiçəyi burnunda olan orada oturanlar bu uşağa 06-sı 11-ci ay 2020-ci ildə bu uşağa imtina göndərib. Adam laldır, kardır, əqli geriləməsi var uşağı və onlar orada oturub səbəb də imtihan səbəbi qoyub ki, əlavə stasionar müalicə ehtiyacı var. Hə, bədbax olub, bədbax. Neçə yaşar uşaq? 15 yaşında adam 15 ildir müalicə olunub, şey eləmirsə, düzələ bilmirsə, bundan sonra bunun stasionar müalicə ilə nə xeyr olacaqdır? Niyə bu insanları doluyursunuz? Bax, mən bu ailəni tanımıram. Mənə zəng edib, atası məndən kömək istəyir. Deyir, məni doluyurlar. 3 dəfə imtina göndəriblər. Qardaş, bu insan, bax, bu da bu vəziyyətdədir, bu uşaq, bu da bu vəziyyətdədir. Hər ikisi eyni, əqli problemi var. Biri sosial pensiya alır, sosial pensiya alır. Buna isə hələ ki doluyurlar. Bax, indi 3 dəfə imtina verirlər. Mən buradan dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm ki, ay qardaş, sizin pensiya tipli 50 təyinatı ilə ünvanlı sosial yardımın təyinatında ciddi problemlər var. Onlar da nə edir? Məni qəsdən həll eləmir. Amma mən çəkəndən sonra düşünürlər, başlayırlar o adamın problemləri. Niyə buna vaxtını həll eləmirsən? Niyə mən çəkməliyəm? Niyə bax mən bir işimdən, gücümdən olmalıyam, gəl düşməliyəm, bunu çəkməliyəm? Niyə sənin problemini mən çəkib, mən istimaləşdirməliyəm? Heç utanmırsınız, heç qəcalət çəkmirsiniz. Niyə vermirsən bunu? Niyə vermirsən bu uşağın haqqını, niyə vermirsən? Adamın anası ölüb, bu vəziyyətdə yaşayır. Bax, onun əlinə bax, əlini çək, bax, titrəməsə bax. Xəstə uşağı niyə alladırsınız? Niyə buna çatacaq haqqı vermirsiniz? Niyə hər dəfə mən çəkməliyəm? Niyə insanları incidirsiniz? Niyə? Mən adamlar tanıyıram, gəlir sosial yardımla bağlı, müraciət eləyir, Allah imtina verirsiniz, imtina verirsə axıda bezikir, gedir özünü asır. Gəlir pensiyana bağlı müraciət eləyir, imtina verirsiniz, axırda adam ölür. Niyə vermirsiniz bunu? Niyə bir insanlara haqqı çatan bir şey verirsə? Bax, bu nazirliyin göndərdiyi, bax, Betmasdan çıxardılan sənəddir. Qardaş, bu adam əqli geridirsə, bu adam özün davranışını apara bilmirsə, bu adam xəstədirsə, laldırsa, kardırsa, niyə bu adama düşən pay vermirsən? Niyə insanları ələ salırsınız? Niyə insanları alçaldırsınız? Niyə insanlar gələk kamera qabağına çıxar, yalvara, xahiş elə, düşə ələyəğınıza və yaxud tənqid elə, ondan sonra o adamın problemlə maraqlanırsınız? Nədir sizin bu xalqdan düşmənsiniz? Nədir bu xalqdan istəyəcəyiniz? Nədir bax bu insanlardan istəyəcəyiniz? Niyə sən Səlim Müslümova, biz atasına rəhmət oxumalıyıq. Yenə Səlim Müslümovda heç olmasa belə bir şeylərə qarşısında dərhal hərəkətə keçmə vardı. Qətil qoymuşsa bir dənə Fazil Talıbov, Allah sakin olsun, müraciət edirsən adam vecini almır. Qardaş, dövlət sənə pul verir, maaş verir ki, vətəndaşa xidmət elə. Niyə vətəndaşa xidmət eləmirsiniz? Niyə xalqı xidmət eləmirsiniz? Niyə insanlara kömək eləmirsiniz? Nə qarıqını cənab prezidentə yalvaraq ki, qurban olun, ondan sonra düşəsiz ələyə. Başa düşün, bu ölkə prezidenti, bu vətəndaşın dinləməkdə başqa problem yoxdur. Bu boyutda yaxşı torpaqları alınır, bu boyutda işlər görülür. Qoy geçsin, o da o işləri görsün də. Tez edin qaydaq torpağımıza, yurdumuza, yuvamıza. Niyə insanları bu duruma salırsınız? Bu nə utanmazlıq, bu nə xəcalət çəkilir. 3 dəfə stasionar müalicə, bunu birinci dəfə yazamırsınız. Niyə belə imtina verirsiniz? Bunu ahı götürər axımsınız, Allahınız yoxdur. Ata yoldaşı rəhmətə gedib, işləmir.
uşaqlara baxır, 200 manatla nətər saxlasın? 2 xəstəni. Bunun iynəsi var, dərmanı var, müalicəsi var, yaşayışı var. Zəhmət olmasa familiyavı deyil. Məmmədov Osman Asımoğlu. Hansı rayondansan? Bərdə rayonu 32 kəndi. 32 kəndi, yoldaşı rəhməti gedib. Bəli. Hər iki uşağın xəstədir. Xəstədir. Bu alır pensiya. Bu alır 200 manatın istinamətə baxar. Baxa bilmirsən. Yox. Necə dolanırsa. Gedək dolanışıma da bax. Yaşayışıma da bax. Çək. Onu da çək. Onun manatına var mı? Uşağa baxım, dava dərman alım, yoxsa bunlara yemək alım, geyim alım. Qaz pulu verim, işıq pulu verim. 200 manat qaza borcum var, verə bilmirəm, çatdıramıram. Gəlib deyir, bulunmayacağam. Mən nə var, nətər edim, yaxşı. İndi bu uşağı aparım, qoyum, detdim xanıya. O da alınmıraq, uşağım deyir, ayıramıram, xasta uşaq. Hansına da gəlib söz verim, eşit. 3 ildir məni süründürürlər. 3 ildir. Axırda o yazıq xəstəlik tapdı oldu. Onların dərdindən öldü, onlar öldü də onu. 3 ildir ki, pensiyanı düzəldəmirsən. Düzəldəmirəm, gəlib gedirəm, məni sürüyürlər. Nə varım, durum nə iş verim, nətər eləyim. Aparım, detdim xanıya qoyum, uçuşam. Telefon nömrəvi də deyir. 051 Hə. 983 83 53. Bu mənə bir çarə qısmı. Yaxşı, mən bu uşaq mənim qanımdan, canımdandır. Mən xəstə uşaqdır, mən bunu neyim? Aparım ora qoyum, sonra onlardan ötürü rəyəm partlayaraq onu. Eləyə bilmirəm axı. Onu da eləyə bilmirəm. Bunlar da məni eşitmir. Heç bir eşitmir. Biri Səhiyyə Nazirliyinin üstə yığılır, biri onun üstə yığılır, biri bunun üstə. 3 ildir məni sürüyürlər. Allah 3 ildir məni sürüyürlər. Da bura gəlib getməkdən gəlsinlər, mən bura elə işçi qoysunlar, qalım burada işləyim. Aydındır. Aydındır. Mən inanıram ki, səhvlərini düzəldəcəklər. Ayıbdır. Biz də bölgənin Gəlsinlər vətəndaşıyıq. yaşayışıma baxsınlar, mənim yaşayış evimə baxsınlar. Mənim tras qrandiyam, mənim bir dənə daşım yoxdur ki, mənim imkanım yoxdur ki, o zaman bora alam, hörəm, mənim ağzımın içinə eşdim görməsin. Mən 10 manata fəylə işləyən adamam, qardaş. Mən evdə oturum bu iki xəstəyə baxam. Ana ölübdür, 40 çıxmış, ana ölüb. Mən oturub evdə bu xəstə uşağa baxam. Kim baxsın mənim xəstə? Mənim xəstə uşağıma mənim qardaşım baxır. Mənim siqaretimi qardaşım alır. Bu nəyə görə olmalıdır? Düzəl deyil, öz əli öz başını yusun da bunu. Niyə imtina verirsən ki buna? Biz düşmən deyilik. Biz Azərbaycanlıyıq, hamımız bir-birimizə can yandırmalıyıq, bir-birimizə dəstək durmalıyıq. Mənim qardaşımın 35 yaşı var, getdi Şuşa uğrunda könüllü döyüşlərdə oldu. Mən də getdim, yazıldım, aparmadılar. İndi xəstə uşağıma görə aparmadılar. Niyə aparmadılar, orasını da mən də gedəyim, mənim də vətənimdir, mənim də torpağım. Mən torpaq uğrunda deyib könüllü yazıla bilirəmsə, mən torpaq uğrunda bu işi görürəmsə, nətər bu yuxarıda oturan mənim işimə baxmaz. Aydın. Biz düşmən deyilik, biz heç kəsdə pisləmirik, heç kəsə də qərəzli Mən deyilik, qərəzliyim heç yox. kəsə də necə deyim, qarayaxma aparmırıq. Biz faktdan deyirik ki, ay kişinin oğlu, ay kişinin qızı, ay millətimiz, ay xalqımız, bu adam ikisi də xəstədir və belə deyək ki, loru dildə üzr istəm ifadəmə görə. Normal uşaqlar deyirlər bunlar. Bunun haqqını niyə yeyirsən? Niyə bunu doluyursan? 3 ildir bunun adası, niyə sağdan sola, soldan sola verirsən? 15 yaşında qız özünə bir stəkan çay içsən. Əlaqəs, deyib uşaqdır, bax, gözünüzün qabağında. Danışır, sağ bir kəlmə cavab versən, mən sənin yanında baş aşağıyam. Danışdır. Eşitmə qabiliyyəti var, danışamıyor. Zehin pozuntusu.